Şəhidə ağlamaqdırsa Peyğəmbər deyir ki, Həmzəyə ağlayan yoxdur. Təşviq edir ki, Həmzə ağlasınlar. Sual, cənnətə gedənə niyə ağlayırıq? Cavab, cənnətə getmək şəhidin fərdi uğurudur, müvəffəqiyyətidir. Amma şəhidlik bir ictimai hadisədir. Bir yerdə haqq əhlini, haqq dediyinə görə öldürürlərsə, haqq tərəfdarı həmin gün bayram eləyə bilməz. Haqqa divan tutulan gün, haqqı sevən adam bayram edə bilməz. Haqqa divan tutulduğuna qəmlənir. Bəli, şəhidlərimiz cənnətə getdi. Amma biz deyirik ki, zalim düşmən haqq ordusuna təcavüz elədi və haqq ordusunun əskərlərini qətlə yetirdi. Bu, bunun etiraz tərəfidir. Mən barışmıram. Haqqın əzildiyi gün mən bayram eləmirəm. Düzdür, haqq əhli cənnətə getdi, amma bu ictimai hadisədir. Mən buna qiymət verməliyəm, mövqeyimi bildirməliyəm. Mən bayram eləsəm, deməli sevinirəm ki, nə yaxşı haqq əhlini öldürdülər.